Fason Radyo. 10 Ekim 2025 Cuma, Bakü Stüdyosu'ndan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan Haberler programına hoş geldiniz. Ben Özlem. Ben de Ali. Bütün dinleyicilerimizi salamlayıram. Hoş gelmişsiniz. Hoş bulduk Ali. Dünkü yayınımızda Aliyev ve Putin'in Duşanbe'de görüşeceğinden bahsetmiştik. O zirveden bomba gibi bir haber düşmüş anlaşılan. Nedir bu mesele? Bəli Özlem, çok kritik bir görüşme olub. Azadlıq Radyosu və BBC Azərinin yazdığına görə Tacikistanda bir araya gələn Prezident İlham Əliyev və Prezident Vladimir Putin arasında çox mühim bir etiraf yaşanıb. Putin keçən il dekabr ayında bir Azal sərnişin təyyarəsinin yaxınlığında 2 Rus raketinin partlamasında Rusiyanın məsuliyyətini qəbul edib. Ne? Ciddi misin? Resmen itiraf etmiş yani. Nasıl olmuş olay? Putinin açıqlamasına görə hadisə zamanı havada bir Ukrayna puası olub və Rus hava müdafiə sistemlərindəki texniki bir nasazlıq nəticəsində 2 raket təyyarənin yaxınlığında partlayıb. Putin bütün məsuliyyəti üzərlərinə götürdüklərini və təzminat daxil gərəkli addımların atılacağını deyib. Bir dakika, nasazlık ne demek Ali? Kulağa bizim nasasızlık gibi geliyor ama anlamı o değildir herhalde. Nasazlıq yəni bir arıza, bir texniki problem. Sistem düzgün işləməyib. Siz buna sanırım arıza diyorsunuz. Ha, anladım. Teknik bir arıza yüzünden mi olmuş? İnanılmaz bir gelişme bu. Neyse ki uçağa bir şey olmamış. Peki gerginlik bitmiş mi bari? Liderlər iki tərəfli münasibətlərdəki problemləri aşıb strateji tərəfdaşlığı davam etdirmək barədə razılığa gəliblər. İyi bari. Bölgeden yine Türkiye'yi de ilgilendiren bir askeri işbirliği haberi var sanırım, değil mi? Bəli, elədir. Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 12-ci üç tərəfli görüşü keçirilib. Toplantıda ortaq təlimlər və müdafiə sənayesi sahəsində atılacaq addımlar müzakirə olunub. Üç ölkə arasındakı strateji tərəfdaşlığın bölgənin sabitliyi üçün əhəmiyyəti vurğulanıb. Harika. Güç birliği her zaman iyidir. Şimdi biraz daha insani bir habere geçelim istersen. Gazze'ye yardım götüren gemide Azerbaycan vatandaşları da varmış sanırım. Onlardan bir haber var mı? Bəli, sevindirici xəbər var. Gəmidə saxlanılan 2 Azərbaycan vətəndaşı, gəmi heyəti olan Pərvin Əznov və Orxan Səmədzadə sərbəst buraxılıb. Xarici İşlər Nazirliyimiz vəziyyətlərinin yaxşı olduğunu açıqlayıb. Oh çok şükür. Gözümüz aydın. Sevindim bu habere. Ama anladığım kadarıyla ülke içinde bazı can sıkıcı gelişmeler de yaşanıyor. Özellikle basın özgürlüğü konusunda. Bəli, təəssüf ki, bu xəbərlər daha çox BBC Azəri, Meydan TV kimi müxalif mövqeli media orqanlarından gəlir. Məsələn, həbsdə olan bəzi jurnalistlər Bakıdakı həbsxanadan ölkənin cənubundakı Lənkərana köçürülüb. Onlar həbsxanadan korrupsiya və pis idarəçilik haqqında tənqidi məqalələr yazırdılar. Vay canına. Ödül olarak güneye tatile göndermişler sanki. Ailelerinden, avukatlarından uzaklaştırmak için yapıldığı çok belli. Başka haberler de var sanırım bu yönde. Bəli, bir də tanınmış vəkil Zabil Qəhrəmanovun fəaliyyəti dayandırılıb. Azərbaycan Vəkillər Kollegiyası bu qərarı onun sosial mediada polis fəaliyyətini tənqid etməsi səbəbindən verib. Vekiller Koleji, bizdeki Barolar Birliği gibi bir kurum mu Ali? Bəli, tam olaraq elədir. Vəkillərin, yəni avukatların bağlı olduğu peşə birliyidir. Bu qərar ölkədə müstəqil vəkillərə qarşı təzyiqlərin bir davamı kimi şərh olunur. Anlıyorum. Dün de yine bu STK davalarından birini konuşmuştuk. O konuda bir gelişme var mı? Bəli, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının QHT işi çərçivəsində məhkəməsi başlayıb. O, qanunsuz əldə edilən gəliri legallaşdırmaqda ittiham olunur, özü isə ittihamları rədd edir. Desene Ali, Azerbaycan'da gündem yine bir yandan çok uluslararası, bir yandan da insan hakları ve özgürlükler meselesiyle çok yerel. Elədir Özlem, gündəm çox şaxəlidir. Ağzına sağlık Ali. Bugünkü haberler için çok teşekkürler. Mən təşəkkür edirəm. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte Bakü Stüdyosu'nda buluşmak üzere. Hoşça kalın. Fason Radyo.